Bodybuilding üzrə ölkə çempionatına hazırlaşıram son 50 gün. Səhər qalxıb az qarına çəkimə baxıram. Bugün 0 karbohidratlı 3-cü günümdür. Vakuum idmanını edib formama baxıram. Allaha şükürlər olsun, hər şey qaydasında gedir. 10 ədəd yumurtamı bişirib səhər yeməyində yeyirəm. İnanın ki, axşamdan bu yeməyi gözləyirdim. Günlük supplementlərimi və öğünlərimi hazırlayıb Gedirəm zala, ayaq idmanı edəcəm. Nəhayət zala gəldim. İdmanıma başlayıram. Çətinliklə də olsa idmanımı edirəm. Maraqlıdır. Men's fizik kateqoriyasında belə ayağı olan atlet tanıyırsınız, şərhlərdə qeyd edin. İdmanımı bitirdikdən sonra kardiomu edib, idmandan sonraki öğünümü yedim. Zalda gəzərkən saçımın dağınıq olduğunu görürəm. Tez qaçıram Zəfər ustanın yanına. Və budur. Əllərinə sağlıq Zəfər usta. Tələbəmin dərsini keçib 3-cü öğünümü yeyirəm. Sonuncu öğünümü yemək üçün evə qayıdıram. Ümid edirəm vlog videom xoşunuza gəlmişdir. Belə vlogların davamı üçün videomu bəyənib kanalımı izləməyi unutmayın.